Gəlin baxaq Türkiyəli tarixçilər Azərbaycan hökmdarları olan Həsən Padşah Bayandur və Qara Yusif Qaraqoyunlu haqqında hansı fikirdəydilər? Məşhur Türkiyəli tarixçi İsmayıl Aka Diyarbakırda Ağqoyunlu hakimiyyəti kitabında Həsən Bayandur haqqında bu fikirləri yazır. Onun bilinməyən bir tərəfi də özündə qüvvətli bir milli şuurun varlığıdır. O özünü türklərin hökmdarı sayır. Osmanlı və Məmlük ölkəsində türklərə qeyri-müsəlman rəftarı edilib, onlardan xərac alındığını deyir. Özünün Oğuz xan və Bayandur xanın nəslindən gəldiyini ifadə edirdi. Onun müasirləri olan Osmanlı sultanlarında da əcdadları olan Oğuzlara bir sevgi mövcud olsa da, onlardan heç biri özünün türk nəslindən gəldiyini aşır-aşkar deyə bilməmişdi. Ali Bademci Şamanizmdən Qızılbaşlığa Şiəliyin Türkmən üzü kitabında Qara Yusif haqqında bunları deyir. Qara Yusif çox enerjili və olduqca qəhrəman yaradılışlı bir türkmən bəyi idi. Demək olar ki, dövrünün tək və türk tarixində nadir rast gəlinən mərd adamı idi. Göründüyü kimi Azərbaycan hökmdarları olan Qara Yusif və Həsən Padşah öz dövrünün parlaq və sayılıb seçilən şəxsiyyətlərindən idilər.